Salam aleykum, əziz müştərilər. Bugün bir dənə mövzuya toxunmaq istəyirəm. Həmişəki kimi, həmişə indi təzə ətək reklam edirik falan. Bu dəfə bir mövzu haqqında danışmaq istəyirəm sizlə. Ümumiyyətlə, bugün 14 fevraldır. Bizdə, yəni, nəinki bizdə, bütün ölkələrdə belədir. Çox vaxtı, yəni, o hamıya şamil olmur. Çox vaxtı çox insanlar görürsünüz ki, xanımları üçün 14 fevralda, məsəl üçün, ya da 8 martda tutaq ki, yaxınları üçün, sevdikləri üçün hədiyyələr alırlar. Yəni, ümumiyyətlə, məsləhət görmək istəyirəm ki, çalışaq ki, sevdiklərimizə, yaxınlarımıza, yəni, tək 14 fevralda və yaxud 8 martda dəyər verməyək. Yəni, çalışaq, istər hədiyyə baxımından, istəyib belə, hər barədə bacardığımız qədər tez-tez dəyər verir. Yəni, əgər 14 fevralda mı deyim və yaxud 8 martda mı deyim, tutaq ki, onda belə çıxır ki, ildə 2 dəfə, 3 dəfə, məsəl üçün, biz dəyər veririk. Yəni, o, belə məntiqlə düzgün sayılmır. Çalışaq ki, həmişə nəsə alaq, nəsə hər barədə dəyər vermək lazımdır. Yəni, nə vaxt gəlsəz, nəinki 14 fevralda, bizdə həmişə indirim var. İstəyir, oranı çəkərsin, zəhmət olmasa, hazır ətirlər var. Yəni, hər qiymətdə. İndi mən bir-bir, yəni, demirəm, hər zövqə uyğun hədiyyəli qablarda çəkərsən. İndi hər şeyi biz çəkə bilmirik. Bizdə çoxdur hədiyyəli qablar, paketlər, ətirlər hər zövqə uyğun. Yəni 600 çeşid ətir var bizdə. Yəni gəlsəz inşallah, yəni sizin xidmətinizdəyik. Allahımızdan razı olsun. Çox sağ olun.